Vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 202 marşrutun son dayanacağından 350 metr məsafədə. Greenville'in arxa hissəsi, Greenville şəhərciyinin arxa hissəsi. 3 otaqlı bir həyətimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiyməti videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, yenə qeyd edirəm. Ev 202, 92, 170 marşrutlarına hardasa 350 metr məsafədə yerləşir. 202-nin son dayanacağıdır. Greenville'in şəhərciyinə yaxındır. Bunda nəzərinizə çatdırım, hörmətli izləyicilər. Gördüyünüz kimi həyətyanı sahəsi bir maşınlıq həyəti var. Üstün ev sahibi çardağla bağlayıb. Ev əşyalı satılır, qoşadaşdan inşa olunub. Evin gördüyünüz kimi həyətin bir də çəkirəm, rahat bir maşın daxil olur. Həyətinə bir dənə yağış, nəsə bir həyəti heç nə baxmır. Gördüyünüz kimi pəncərə baxmır. Buradan daxil olur evin içinə. Ev dəhliz sistemindədir. Bax, gördüyünüz kimi bütün otaqlar dəhlizə açılır. Girən kimi üzbəyüz bura mətbəx hissəsidir. Mətbəxi gördüyünüz kimi hardasa 2 metri 450 zada olar. Mətbəxi xudmani bir mətbəxi var. Gənc ailə uyğun bir evdir. Burada bir qonaq otağıdır. Gördüyünüz kimi qonaq otağı da hardasa bir 20-22 kvadrat olar. Nəzərinizə çatdırım, ev əşyalı satılır. Bir dənə elektronikləri qiyməti danışıqdan asılıdır. Evin qiymətini sonunda sizə deyəcəm. Sənədlər qeydiyyat propiska olacaq. Qeydiyyata da köməkli göstərəcəyik. Sağda bir demək bir yataq otağıdır. Gördüyünüz kimi yataq otağında da taxt mebel, təzə mebellərdir. Yəni çox istifadə olunmayıb, sağlam vəziyyətdədir. Bunda nəzərinizə çatdırım, hörmətli izləyicilər. Evin yəni təmirinə yüngülvari kosmetikə ehtiyac ola bilər. Köhnə təmirli, yaşayışlı evdir. Gördüyünüz kimi bu hissəsində bir dənə də bir otaqdır, yataq otağıdır, mebel də buradadır. Evdə nə varsa demək olar, əşyalar aid qalacaq. Burada sanuzel hissəsidir. Sanuzeldə gördüyünüz kimi normal vəziyyətdədir, işləy vəziyyətdədir. Nə varsa ev haqqında təqdimatı sizə çəkdim, göstərdim. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməkli göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın. Zəng vuran zaman hörmətli izləyicilər, zınqırov adlı bildirim işarəsində aktiv eləməyi unutmayın. Hörmətli izləyicilər, evin qiyməti də 82.000 start qiymətdir, əşyalı satılır. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Elektroniklərdə yerində söhbət eləmək lazımdır. Yeri yaxşı yerdir, su vurmayan yerdir, quru yerdir. 202 son dayanacağıdır. Greenville'in arxa hissəsi düşür. 92-170 marşrutlarda yaxınlığından keçir. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik.